Herkese selam. Bu defa farklı bir mövzulu video ile karşınızdayım. İnşallah Allah kısmet ederse yakın bir zamanda ana olacağım. İnşallah ki kızımız olacak. Onun için ettiğimiz alışverişleri sizinle paylaşmak istedim. Ben özüm de bu tip videolara çok baxmışam. Ne almalıyam, neden ne kadar almalıyam, neler lazımdı, neler lazım değil, neler fonksiyonaldı. Onun üçün mən də belə bir video çəkmək istəyirəm ki, mənim də kimlərəsə bəlkə köməyim dəyər. Bu bənövşəyi dəsti Trendyoldan almışam. Velcro markasıdır. Həm süd vermə yastığı var, həm yuvası var, yorğanı var, balışı var. Yorğan üzü, balış üzü, belə bir komplekt bir dəstir. Bu isə türklərin dediyinə görə reflü yatağı, yəni biraz belə dik bir yataqdır. Uşağın boğulmağının qarşısını alır. Aldıqlarımın bir çoxu onlayn olduğu üçün kim nəyi istəsə mənə yazar Instagramda, linklərini göndərə bilərəm. Bu çanta da çox keyfiyyətli bir çanta idi. Özüm belə bir rəng istədim. Mənim əslində belə neytral rənglərdən daha çox xoşum gəlir. Mənim nə çox şit rozovu, nə də ki çox şit göy rənglərdən heç xoşum gəlmir. Onsuz da alışverişimdə görəcəksiniz ki, qızım üçün aldıqlarımızın heç birində çox şit rozov rənglər yoxdur. Açıq pudra rəngləri, çəhrayının hansısa bir tonlarıdır. Paltarlarını ən sona saxlamışam. Düzdür, paltarların hamısını çəkməmişəm. Sadəcə 1-3 aylıq paltarları çəkmişəm. Paltarları çoxdur həddən artıq. Yəni 1 yaşına qədər olan ölçüdə paltarlar var. Amma mən sadəcə 1-3 ölçünü çəkmişəm. Bunlar yaş salfetkalardır. Baby Dream markasının. Endirimdəykən stoklamışıq. Ona görə bu qədər çox görsənə bilər. Bunları isə qaynanam Alman mağazasından alıbdı. Bilmirəm hansı mağaza idi. Amma bunlar da təmiz tərkiblidir. Bir dənə isə Chico'dan var. Bir dənə bu sadəcə 9 manatdır. Məncə yəni heç dəyməz. Bunu mamam ilkin vaxtlarda almışdı. Bu isə pambıqdır. Bu da Baby Dream markalı yaş salfetkanın belə bir qabıdır və içində də 80 dənəli yaş salfetka var. Ağzını açandan sonra bunun içərisinə qoyub istifadə etmək daha rahatdır. Bu isə tək istifadəli plyonkalardır. Amma əlbəttə ki, bu tək istifadə olunmur. Yəni çirklənənə qədər istifadə etmək mümkündür. Pampers olaraq isə Huggies seçim etmişik. Huggies'in Elite Soft və bu çəhrayı rəng Ultra